23 noyabr 2025-ci il tarixində Dahi Akademiyada keçirilmiş 3-cü sinif ingilis dili bilik yarışının suallarının izahı. Birinci sualda choose the correct singular noun yazılıb. Düzgün tək ismi seçin. Düzgün tək isim dedikdə isə biz variantlara baxırıq. A variantında books, book sözü sayılan tək isimdir və S şəkilçisi ilə cəmlənir. Books kitablar, artıq bu cəm isim hesab edilir. Car, maşın sayılan tək isimdir və təkdədir. Cats, pişik deməkdir. Cats isə pişiklər sayılan tək isimdir və S şəkilçisi ilə cəmlənir. Children sözü uşaqlar deməkdir. A child uşaq, children uşaqlar kökündən dəyişərək cəmlənən isimdir. Buna görə də düzgün cavab B variantı. İkinci sualda düzgün variantı seçin deyir. Şəkildə gördüyümüz kimi şəkildəki müəllimdir və sualda soruşur. Is she a teacher? O müəllimdir. Cavabda isə deyəcəyik ki, yes, she is. Nəyə görə yes, she is deyəcəyik? Variantları izah edək. A variantında yes olan cümlədə, yəni bəli ilə başlayan cümlədə davamı inkar ilə verilə bilməz. Buna görə A variantı səhvdir. B variantında no ilə başlayan cümlə, yəni xeyr ilə başlayan cümlə isə təsdiqlə davam edə bilməz. No, she is not olmalıydı. B variantı da bu səbəbdən səhvdir. C variantı dedik düzgün cavabdır. D variantı niyə səhvdir? Şəkildəki gördüyümüz kimi xanımdır və sualda is she deyilir. D variantında isə he yazılıb. Bildiyimiz kimi he o deməkdir və kişi cinsini ifadə edən bir şəxs əvəzliyidir. Üçüncü şəxsin təkində kişi cinsində o deməkdir. Bu səbəblə də biz onu istifadə edə bilmərik. Üçüncü suala baxırıq. Yenə düzgün variantı seçin deyir. These are my. Görürük ki, şəkildə 2 dənə göz var. Yəni, deməli, göz olan variantı seçməliyik. Göz 2 dənə olduğuna görə də cəmdə seçməliyik və bu səbəblə də eyes, A variantı. B-də nose, burun, foot, C variantında ayaq, ear isə qulaq deməkdir. Dördüncü sualda make up a sentence, cümlə qurun. Baxırıq ki, cümlədə ilk olaraq mübtəda ilə başlamalıyıq. 4 ilə başlayacağıq. She. Daha sonra cümlənin xəbərini yazmalıyıq. To be formalarından olan is istifadə edəcəyik. 4, 1, she is. Daha sonra isə inkar varsa to be formasının yanında inkar istifadə etməli olduğumuza görə də 5-cini yazacağıq. She is not. Daha sonra isə teacher sayılan tək isim olduğuna görə E artikli onun əvvəlində 2. Ən sonda isə teacher gələcək. She is not a teacher. 4, 1, 5, 2 və 3. B variantı. 5-ci sualda düzgün variantı seçin deyir. Yəni şəkildə biz baxıb görməliyik ki, şəkildə nə təsvir olunub. Gördüyümüz kimi şəkildə zürafə var və bu səbəblə də cümlənin davamı bu cür olacaq. It is a giraffe. C variantı düzgün cavabdır. Lion şir deməkdir. Mouse siçan deməkdir. Monkey isə meymun deməkdir. 6-cı sualda düzgün variantı seçin. Baxırıq ki, düzgün variant hansıdır? Şəxslərlə to be formaları uyğun gəlməlidir. A variantında she is not a teacher. Bu düzgün cavabdır. Çünki she 3-cü şəxsin təkidir və to be formalarından izi ilə istifadə edilir. B variantında they 3-cü şəxsin cəmidir. Onlar deməkdir. Adından da məlum olduğu kimi cəmdə olduğuna görə they are doctors olmalıydı. Onlar həkimlərdir. Və bu cümlə quruluşu yanlışdır. C variantında my dad, mənim atam 3-cü şəxsin təki olduğuna görə are yox is olmalıydı. C variantı da bu səbəbdən səhvdir. D variantında isə he are yazılıb. He bildiyimiz kimi 3-cü şəxsin təkidir və bu səbəblə he are yox he is olmalıydı. D variantı da bu səbəbdən səhvdir. 7-ci sualda düzgün cəm ismi seçin deyir. A variantında baxırıq pen, qələm, karandaş təkdədir. B variantında teacher, müəllim təkdədir. C-də doctors, həkimlər cəmdədir. D variantında lady, xanım sözü isə təkdədir. Və düzgün cavab C variantı, həkimlər. Doctor sayılan tək isimdir. Doctor, həkim. Doctors, həkimlər. 8-ci sualda düzgün variantı soruşur bizdən. Rəqəmlərin düzgün tərcüməsi seçiləni tapmalıyıq. A variantında 4, 4. Düzgün cavabdır. B-də 6, 5 yox, 6 olmalıydı. C-də 9, 8 yox, 9 olmalıydı. D variantında isə 10, 3 yox, 10 olmalıydı. Düzgün cavab A variantı. 9-cu sualda isə soruşur ki, düzgün cümləni seçin. Baxırıq, A variantında I are yazılıb. Bilirik ki, I şəxs əvəzliyi mən deməkdir və to be formalarından am ilə istifadə edilir. I am a doctor olmalıydı. Doctors yox, doctor. Çünki E artiklından sonra tək isim gəlməlidir.
B variantında she aren't yazılıb. She üçüncü şəxsin təkidir və to be formalarından are ilə yox is ilə istifadə edilir. She isn't a teacher olmalı idi. C variantında they are students. Onlar şagirdlərdir. Düzgün cavab C variantıdır. D variantında isə you is yazılıb. Biz bilirik ki, you şəxs əvəzliyimiz həm sən, həm də siz deməkdir. Lakin buna baxmayaraq hər iki halda mütləq to be formalarından cəm olan are ilə istifadə edilməlidir. Ona görə D variantı da səhvdir. Düzgün cavab C variantı. 10-cu və sonuncu sualda isə cümləni tərcümə etməyimiz tələb edilir. My sister is a student. My mənim yəli əvəzlidir. Sis də bacı deməkdir. Mənim bacım. Is to be formasıdır. Üçüncü şəxsin təki ilə istifadə edilir. A student isə şagirddir. Yəni mənim bacım şagirddir. Düzgün cavab D variantı olacaq.